Dostlar, bir daha yeni hər vaxtınız xeyir olsun. Bu da növbəti bir uğurumuz. Deməli, mən videoda bəzi nüanslar danışdıqca mənə dırnaq arası insanlar irad kimi bildirib söz deyəndə mən onlara xüsusi olaraq buradan vurğulamaq istəyirəm ki, və eyni zamanda məni başa düşməyib, düşmək istəyən insanlara vurğulamaq istəyirəm ki, həqiqətən sənətin böyük kiçiyi yoxdur. Heç bir işin ayıbı, pisi yoxdur. Yəni, hər bir insan, hər bir peşəyə ürəklə, istəklə yaxınlaşsa, o peşəni öz üzərində işləyib çalışsa, o peşə onun üçün daha önəmli, daha gözəl yerlərə aparar düşünürəm. Və bunu demək istəyirəm ki, mən bugün həqiqətən tələbələrimə danışmalıyam, həqiqətən mən tələbələrimə bunu deməliyəm və tələbələrimin qarşısında bu sözləri deməliyəm deyə mən bu cürə vurğuluyuram. Və növbəti mənim tələbəm Sabir, həqiqətən məndən qabaq, Famil, həqiqətən sənətkar, İsmət, həqiqətən sənətkar. Buradan da onlara salamımı göndərirəm, təşəkkür edirəm. Mən bunu tam olaraq mənimsəyib desəm ki, bu tələbə həqiqətən mənim tələbəmdir, haqsızlıq olar. Və buradan onlara xüsusi təşəkkürümü bildirirəm ki, həqiqətən belə bir tələbiyi ilkin mərhələdə yetişdirdilər və daha sonra müəyyən şeylər indi mənim yanımda durdu. Və mən Famillə İsmətə təşəkkür edirəm ki, çox gözəl yetişdirdilər. Və sonraki mərhələdə bir balaca da olsa, mənim də qatqım oldusa, nə xoş mənim halıma və yenə də buradan valideynlərinə də təşəkkür edirəm. Bu müddət ərzində həqiqətən Sabir də mənim sayılı seçilən tələbələrimdəndir. Həqiqətən danışığından da anlayarsınız ki, mən bu tələbələr haqqında bu qədər danışanda, deməli, bunlar mənim yanında qaldığı müddətdə mən bunlardan nə qədər razı qalmışam. Sabir də mənim yanında, harasa 2 aydır mənim yanında tələbədir. İnşallah ki, Sabir də uğurluyuruq, Sabirin də yol açıq olsun. Sabir, sənə bir söz demək istəyirəm ki, vallah, bax, bir şey yadınızda saxlayın. Hansı peşəni sevəsizsə, o peşə ömür boyu sizin üçün çörək deməkdir. Bəzi insanlar var ki, heç bir şey bacarmırlar. Heç bir iş bacarmırlar. Sadəcə dururlar, o vəzifəyə gedim, bu işə gedim, bu iş sahibi olun. Buradan xüsusi olaraq sən də yanımdasan, onlara vurğulamaq istəyirəm ki, yəni insan bacardığı işi eləyə bilər. Biz bir işi bacarmırıqsa, o insanların yerinə gedib, o insanların haqqına girmək də düzgün olmaz. Bizim işimiz budursa, biz bu işimizi layiqincə görək və bu işi daha yaxşı layiqincə yerinə yetirək. Nə lazımdır bizə başqa peşələr? Elə bu peşədə geçsək daha yaxşı olar. Bizim peşə gözəl peşədir. Sənə də uğurlar arzulayıram. Sənə də inşallah xeyirli olsun, düşərli olsun. Allah Teala sənin ruzunu bol eləsin, yolunu açıq eləsin. Həqiqətən gözəl tələbələrimdən oldun. Mənim yaddaşımda, mənim xatirələrimdə gözəl qaldınız. Həqiqətən dünən bir sizinlə düşünürəm. Bəzən olur ki, o qədər mənlə belə iç-içə bir ailə kimi burada xoş günləriniz olur ki, siz burada öyrənib gedəndən sonra mən sizin üçün bir həftə 10 gün həqiqətən darıxıram. Yəni, o qədər gözəl, xoş xatirələriniz olur ki, bax, o darıxılan tələbələrdən biri də sən olacaqsan. Həqiqətən ki, mənim yanında olduğum müddətdə o qədər gözəl, xoş xatirələrim var ki, sən buradan gedəndən sonra mən sənin üçün ola bilsin bir müddət darıxacaq. Yəni, bu qədər bir-birimizə alışmışıq. Üzün ağ olsun, canın sağ olsun, ruzun bol olsun. İnşallah ki, bu həyat yolunda, bu sənət yolunda Allah ruzunu bol eləsin, Allah çörəyini bol eləsin. Valideynlərinin uzaq olsun, belə tələbə yetişdirib, belə evlad yetişdirib. İnşallah ki, sənin üçün xeyirlisi olsun. Mən öz sertifikatımı sənə təqdim edirəm. Allah sənin yolunu açıq eləsin. Çalış bu sənətdə bir yerə gedib çıxasan. Yaxşı mı? Öpürəm səni, ruzun bol olsun. Çox sağ olun.